Sen özünü yaradanın qarşısında atasına möhtac olan bir uşaq kimi görürsən. Bu bəlkə də gözəl duyğudur, amma bir şeyi unutma, sən atanın sözünə qulaq asırsanmı? Allaha kifayət qədər qulaq verirsənmi? İstər ibadətdə, istər salih əməldə, istərsə də təfəkküründə, sən Allah haqqında xoş gümandasanmı? Əgər bu meyarların heç birində səmimi deyilsənsə, demək sən sadəcə tənbəlsən. Başa düş, Allah tənbəlləri sevməz. Sən özünü xilas etmək üçün qollarını çırmalayıb döyüşmüsənmi? Yoxsa ancaq belə diz çöküb Allaha naz eləyirsən? Başa düş manaf, bu dünyada hər şey ticarətdir. Hətta Allahla bəndə arasındakı o gizli bağın kökündə belə alver dayanır. Sən bu ticarətdə Allahdan nəsə almaq, bəlkə də bir nicat qazanmaq istəyirsənsə, əvəzində ona nəsə verməlisən. Səndən nə istəyir ki Allah? Hərəkət istəyir. Sən ona öz mübarizəni, alın tərini, sarsılmaz ümidini və xoş gümanını verməlisən. Onun yolunda səy göstərməli, vaxtından kəsib ona ayırmalısan. Əlindən nə gəlirsə, ən kiçik bir yaxşılıq, ən bəsit bir fədakarlıq da. Mən sənə get, dünyaları fəda et demirəm ki, amma haqqın tapdalandığı yerdə o haqqı sırf Allahın naminə müdafiə etmisənmi? Yox. Əgər sən bütün bu insani keyfiyyətlərdə xəsislik edib, ruhunu daxmanda gizlədib, hələ bir üstəlik ondan nəsə gözləyirsənsə, sonda hamını da günahkar çıxaracaqsan. Bu sənin xəsis, mənfəətçi, yalnız özünü düşünən bir adam olduğunun sübutudur. Belə bir halda Allahın sənə kömək etməsi, onun öz qoyduğu qaydaları pozması demək olardı. Allah heç vaxt öz qaydalarını pozmaz maraq. Başa düş, sənin etdiyin tam olaraq budur. Sən banka gedib pul tələb edirsən, amma o bankda heç vaxt hesab açmamısan. Oraya bircə rubulda depozit qoymamısan, heç bir yatırımın yoxdur. Amma utanmadan deyirsən ki, mənə havayı faizsiz, əvəzsiz pul verin, yaşayım. İndi bəlkə mənə etiraz edib deyəcəksən ki, Allah bankir deyil, düzdür deyil, amma Allahın da dəyişməz bir qanunu var. Səndən hərəkət olmalıdır. Sənsə hərəkət etmirsən, sən sadəcə şikayət edirsən. Hərəkətin olmadığı yerdə bütün şikayətlərin də haqsızdır. Haqsız şikayət isə heç vaxt qəbul olunmur, əziz dostum. Sən Allahın huzuruna boş əllərlə gəlib, dolu bir xəzinə tələb edən bir dilənçisən. Amma bu dərgahda dilənçilərə yer yoxdur, döyüşçülərə yer düşür, onlara pay düşür. Başa düş, sənin kimi bir tənbələ, bu qədər naşükür və haqsız yerə şikayət edən bir adama Allah niyə kömək etməlidir? Bu hər şeydən əvvəl ədalətsizlikdir. Bəli, səhv eşitmədim. Gecəsini gündüzünə qatan, zəhmət çəkən, hər nəfəsində şükür edən o qədər insan varkən, Allahın sənə əl uzatması o insanlara qarşı haqsızlıqdır. Sən istəyirsən ki, Allah öz ədalətini sənin tənbəlliyinə qurban versin. Sən istəyirsən ki, heç bir bədəl ödəmədən ən uca lütfü alasan. Bu sadəcə imkansız deyil, bu həm də haramdır. Sənin bu haqsız sızlamaların Allahın qatında heç bir dəyər kəsb etmir, əziz dostum. Sənə rəhm etmək, kainatın nizamını pozmaq kimidir. İlahi Abdullayev, nəhayət ki dilin açıldı. Elə bilirdim bu bütpərəst sükutun içində lal olub qalmışsan. İndi belə çıxır ki, Allahın mənə kömək etməməsi onun uca ədalətindən irəli gəlir. Yaxşı, qoy sənin dediyin olsun. Amma bir şey unutma, adətən oğrular da, haramzadalar da iki cür olur. Biri var, tamahına əsir olub mağazanı qarət eləyən, kefi üçün yaşayan, işləmək istəməyən oğru. Onu həbs eləyərlər, çünki o cinayətkardır. Bir də var ki, evində uşağını aparmağı bir tikə çörəyi olmayan, əlatsızlıqdan o çörəyi gizlicə oğurlamağa çalışan adam. Ədalətli cəmiyyətdə çörək oğrusunu həbsə atmazlar Abdullayev. Çünki onun cinayəti tamahdan yox, məhrumiyyətdən doğub. Əksinə ona daha çox çörək verirlər. Əlindən tutub cəmiyyətə qaytarırlar. Çörək oğurluğunda bəşəri ədalət məhkəməsi sınır, söz bitir. Çörək oğrusuna əl uzatmaq əvəzinə ona adi cinayətkar kimi zindana atmaq ədalət deyil. Bu birbaşa faşizmdir. Başa düşürsənmi? Mən o çörək oğrusuyam. Əgər mənə kömək olunmasa öləcəyəm. Sənin ədalətli Allahın bu ölümü seyr edəcək qədər zalımdırmı? İlahi Abdullayev, hətta bu qüsurlu yer üzündə belə çörək oğurlarına rəhm edirlər. Hətta bir adam başqasını öldürəndə belə ədalət dərhal dar ağacı qormur. İstintaqla məhkəmədə onun ağlının yerində olub olmadığını yoxlayırlar. Əgər dəlidirsə, xəstədirsə, anlaqsız vəziyyətdə cinayət törədibsə, onu zindana yox müalicəyə göndərirlər. Çünki insan ədaləti bilir ki,
Şuurun qaranlıq olduğu yerdə günah yoxdur. İndi mənə de, məgər sənin Allahın bu qədər soyuq, bu qədərmi hesabçıdır? Məgər onun yaratdığı bəndələr qədər ədaləti yoxdur? Bu necə bir sistemdir Abdullayev? Sən mənə elə bir Allah təsvir edirsən ki, o insanın çarəsizliyini, ruhunun fəryadını görmür. Sadəcə quru hesab kitaba baxır. Əgər Allah bəşəri mərhəmətdən də aşağı bir ədalət səviyyəsindədirsə, onda biz kimə sığınaq? Bax mana, mən demirəm ki, Allah insan qədər ədalətli deyil. Əsla. Allah mütləq mərhəmət və sonsuz ədalət sahibidir. Sadəcə gəl əyri oturaq düz danışaq. İstər Quranda, istərsə də digər müqəddəs kitablarda tək bir həqiqətdən bəhs olunur. İmtahan və fitnə. Bu imtahan həm maddi, həm də mənəvi varlığımızın hər zərrəsindədir. İmtahanda isə sən bütün gücünü, var yoxunu ortaya qoymalısan. Bəzən sənə heç nə verilməz, bəzən olanını da əlindən alar. Bax, elə imtahanın özü budur. Sən Quranı Allahın kəlamı kimi qəbul edirsənsə, orada yazılanları da görməlisən. Sənin ziddiyyətin buradadır, əzizim. Sən Allahı qəbul edirsən, kitabı qəbul edirsən, amma Allahın qoyduğu imtahan şərtlərini qəbul etmirsən. Bu oyuna girmirsən, amma qaydalara etiraz edirsən. İndi mənə de, burada ədalətsizliyi kim edir? Allah yoxsa öz imzasını dandığın o müqabiliyə üsyan edən sən? Bir özünü düşün. Bir də o uca insanları, mana, peyğəmbərləri, imamları düşün. Həzrət Hüseynin başına gələn o qədər müsibəti, o qan gölünü gözünün önünə gətir. Onları, o ağrıları, o itkiləri Allahdan gəldiyi üçün sevə-sevə şükürlə qəbul edilər. Sən adi bir mənəvi sıxıntıya düşən kimi cibindəki bir-iki rubla görə Allahın ədalətini tərəziyə qoyursan, utanmırsanmı? Səndə zərrə qədər Allaha güvən, zərrə qədər səbir yoxdurmu? Sən öz kiçik ehtiyaclarını kainatın yaradanından da üstün tutursan. Sənin imanın bir cibi boşalınca bitən o saxta dualardan ibarətdir. Aman Allah, sən mənə səbir ver. Başa düş Abdullayev, mən İmam Hüseyin deyiləm, mən onun möhtərəm zatın oğlu deyiləm. Peyğəmbər nəvəsi deyiləm. O cənnəti bu dünyada görən, şəhadəti qurtuluş sayan ucalıq edir. Vəzifə nə qədər böyükdürsə, yük və məsuliyyət də o qədər ağır olur. Onun çiynindəki yük kainatın yükü idi. Mənimki isə, mən Həzrət Hüseyin deyiləm Abdullayev, mən bir həşəratam. Başa düşürsən, mən adi adamlardan da adi bir adamam. Nə mələkləri görən bəsiyyətim var, nə də o ilahi sükutum var. Mənim vəzifəm hər gün o yekəqarın qalustuklu müdürün yanına gedib, onun mənə atdığı bir neçə rubulla ailəmi süründürməkdir. Mən ailəmi dolandırmıram, mən onları da özümlə bərabər bu həyatın tozunda süründürürəm. Sən necə məni o müqəddəs zatlarla müqayisə edə bilərsən? Sənin bu müqayisən haqsızdır Abdullayev. Bu ədalət yox, mənəvi cəllatlıqdır. Qurban olaram Allahına da, Peyğəmbərinə də, imamına da. Kaş biri sağ olaydı, gedib qapılarında it olardım, amma yoxdular. Allah hamısını apardı. Yerdə isə sənin kimi şuursuz, quru məntiqli, ürəyi ət yox, hesablama maşını kimi işləyən adamlar qaldı. Adamı yandıran da budur. Bu nadanların əlindən Allahın qanunları da işlənir.